Girişlər nəzarətdən çıxanda obyekt təhlükəsizliyi də zəifləyir. Avtomobil və piyada hərəkəti düzgün idarə olmadıqda risk artır, nəzarət isə azalır. Bu isə təkcə texniki məsələ deyil, bu real təhlükəsizlik problemidir. Məhz bu ehtiyac üçün daha avtomobil bollard sistemi obyektin girişlərini güclü, etibarlı və tam nəzarət altında qorumaq üçün hazırlanıb. Bu bollard avtomatik hidravlik mexanizm əsasında işləyir. Yuxarı qalxma və aşağı enmə prosesi sürətli və stabil həyata keçirilir. İdarə etmə isə sadə və səliqəlidir. Bollardın əsas konstruksiyası 304 paslanmayan poladdan hazırlanıb. Bu isə uzun istismar müddəti, yüksək möhkəmlik və sərt mühit şəraitdən belə etibarlı işləmə deməkdir. Bollardın qalxma və enmə hərəkəti saniyələr ərzində tamamlanır. Yüksək yükə davamlılıq, ağır nəqliyyat vasitələrinin təzyiqinə uyğun da dizayn edilib. LED xəbərdarlıq işıqları, hərəkət zamanı görünən vizual siqnallar təhlükəsizlik səviyyəsini artırır. Hava şəraitinə davamlılıq, yağış, qar və sərt hava şəraitində belə stabil işləmə qabiliyyəti qorunur. Təcili enmə funksiyası elektrik kəsildikdə daxili batareya və idarəetmə mexanizmi vasitəsilə bollard təhlükəsiz şəkildə aşağı endirilir. Daha avtomatik bollard sistemi obyektin girişlərini nəzarətli və istiqamətli şəkildə qoruyur, təhlükəsizliyi artırır və giriş-çıxış prosesini daha səmərəli edir. Bu, icazəsiz keçidləri azaldan, obyekt təhlükəsizliyini möhkəmləndirən və nəzarəti sadələşdirən müasir giriş nəzarət texnologiyasıdır. Daha ağıllı və etibarlı texnologiyalarla girişə nəzarəti bir addım irəli aparır.